Birinci Türkçəoloji Qurultayının 100 illiyi ərəfəsində bütün humanitar ictimai elmlər özlərinin bu 100 ildə keçdiyi dəyərlər sisteminə, elmi intellektual potensial imkanlara baxır və bu imkanlar kontekstində növbəti 100 ildə, növbəti illərdə müvafiq elmi istiqamət sahəsində qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi istiqamətində öz planlarını, məqsəd və məramlarını müəyyənləşdirməyə çalışılır. Bugün məhz bu sahədə, türkologiya sahəsində özünə məxsus dəyəri olan folklorşünaslıq sahəsində bu xüsusi olaraq bu kontekstdə dəyərə malikdir. Yəni türk xalqlarının ortaq dəyərlər çərçivəsində onları müəyyən bir diskursa daxil edən ən birinci amillərdən biri dillə yanaşı, həm də onların folklorudur. Bu günləri folklorşünaslıq bu deməli dəyərlər sisteminin öyrənilməsinə türkoloji folklorşünaslıq diskursu ilə daxil olur. Təbiidir ki, bu terminin özü təkcə hər hansısa bir bu düşüncə, bu elmi istiqamətin emosional dəyərlər sisteminə deyil, onun məntiqi əsaslarına isnad etməyi nəzərdə tutur. Düşünürük ki, bu kontekstdə türkoloji yubileyin 100 illiyi ərəfəsində türkoloji folklorşünaslıq konteksti bu dəyərlər sisteminin dünyanın qabaqcıl elmi məktəblərinin terminoloji elmi nəzər görüşləri kontekstində daha əsaslı şəkildə araşdıraraq dünyanın bir necə deyirlər, elmi intellektual bilik istehsal edən akademik bir birliyinə çevriləcək. Düşünürük ki, bu ərəfədə məhz türkoloji folklorşünaslıq diskursunun formalaşması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Və məhz bu baxımdan 100 illik yubileyini Azərbaycanda keçirilməsi, Bakı şəhərində keçirilməsi təbiidir ki, burada olan biliklərin bu safçürük edilməsi özünə məxsus dəyərə malikdir və türkologiya elminin, o cümlədən türkoloji folklorşünaslığın növbəti illərdəki inkişafına özünə məxsus müsbət təsirini göstərəcəkdir.